Salam, hörmətli izləyicilər. Bugün leksikologiya bölməsindən sözün leksik və qrammatik mənası haqqında danışacağıq. Əvvəlcə onu bildirim ki, dildəki sözlərin hamısı birlikdə dilin leksikasını təşkil edir. Leksikanı öyrənən dilçilik bölməsi isə leksikologiya adlanır. Bəs biz leksikologiyada nələri öyrənirik? Leksikologiyada sözlərin mahiyyəti, onların məzmunca əmələ gətirdiyi qruplar, mənşəyi, işlənmə dairəsi və s. bunlar öyrənilir. Yəni, sözün leksik qrammatik, sözün həqiqi məcazi mənası, amonimlər, sinonimlər, antonimlər, çoxmənalı sözlər, frazoloji birləşmələr, terminlər, arxaizmlər, tarixizmlər, bunlar hamısı leksikologiyada öyrənilir. Bəs baxaq görək, sözün leksik və qrammatik mənası nədir? Sözün leksik mənası. Əvvəla leksik mənaya baxaq. Deməli, leksik məna sözün ifadə etdiyi, yəni nominativ mənasıdır. Sözün məzmunu onun leksik mənasını təşkil edir. Biz sözlərin leksik mənasına izahlı lüğətlərdə baxırıq və əsas nitq hissələrinə aid olan sözlərin hamısının leksik mənası var. Köməkçi nitq hissələrinin isə şəkilçilərin, ixtisarların, hissəciklərin isə leksik mənası yoxdur. Sözün leksik mənasını izah etmək üçün müxtəlif yollardan istifadə edirik. 4 müxtəlif yol var sözün leksik mənasını izah etmək üçün. Birinci, sözün məzmununu izah etməklə. Sözün məzmununu izah etmək. Yəni, bu nə deməkdir? Məsələn, mən deyirəm zəmi. Zəmi sözünün leksik mənasını izah etmək üçün öncə bunun məzmununun əlamət xüsusiyyətlərini izah edəcəm. Zəmi nədir? Əkin yeri. Və yaxud da, belə deyək, tarla. İkinci nə edərəm sözün leksik mənasını izah etmək üçün? Verilən sözə əks mənalı söz seçməklə. Əks mənalı. Məsələn, bizə verib ağ sözünü. Ağ sözünün əks mənalısı nə olar? Qara. Və yaxud da verib dost sözünü. Dost sözünün əks mənalısı nə olar? Dost, düşmən. Üçüncü, sözə yaxın mənalı söz seçməklə. Yaxın mənalı. Məsələn, müxtəsər. Müxtəsər sözünün yaxın mənalısı yığcam. Belə. Dördüncü nə olar? Sözün hissələrinin mənasını açmaqla. Hissələrin mənasını açmaq. Bax, bu nə deməkdir? Deməli, biz bunu bütün sözlərə şamil eləyə bilməyəcəyik. Bu yalnız və yalnız düzəltmə və mürəkkəb sözlərə aiddir. Çünki biz sadə sözləri tərkib hissələrinə ayıra bilmirik axı. Burada da bir nümunə yazsaq, məsələn, ucaboy sözünü yazsam, mürəkkəb sözdür. Bunun hissələrinin mənasını açsam, boyu uca, boylu, buxunlu, qamətli mənasında işlənir. Sözlərin leksik mənası dəyişəndə sözün qrammatik mənası dəyişə də bilər, dəyişməyə də bilər. İndi bəs baxaq görək, sözün qrammatik mənası nədir? Qrammatik məna dedikdə nələri nəzərdə tuturuq? Bir-bir qeyd edək. Hansı nitq hissəsinə aid olması? Hansı nitq hissəsi olması? Hansı suala cavab verməsi? Hansı suala cavab verməsi? Suala cavab verməsi, belə yazaq. Verməsi. Daha sonra sintaktik vəzifə. Hansı sintaktik vəzifə daşıması? Vəzifə daşıması. Və nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıması?
nitq hissəsi kimi xüsusiyyətləri. Sözün qrammatik mənası leksik mənadan fərqli olaraq bir söz üçün yox, bir çox sözlər üçün səciyyəvidir. Məsələn, yazsam bura kitab, dəftər, qələm. Bunların hər birinin fərqli leksik mənaları var. Amma üçünün də bir ortaq leksik mənası var ki, hər üçü isimdir. Və sözün qrammatik mənası, məsələn, elə sözlər var ki, onların qrammatik və leksik mənası dəyişmir. Nümunə olaraq desəm, yazıram bura körpə sifətini. Mən bu körpə sifətdir, düzdür? Buna bir lər şəkilçisi əlavə etsəm, olacaq nə? Körpələr. Amma bu yenə də sifət olaraq qalır. Cəm şəkilçisi qəbul etsə də, yenə də sifət olaraq qalır. Deməli, həm leksik, həm də qrammatik mənası dəyişmədi. Bayaq da qeyd elədik ki, bütün sözlərin leksik mənası yoxdur. Bütün sözlərin leksik mənası 4 yolla izah oluna bilmir və adətən amonimlərlə sözün leksik mənasını izah eləmək üsullarını qarışdırırlar. Amonimlər sözün leksik mənasının izah üsulu deyil. Çünki amonim sözlər nəyə deyilir? Yazılışı, deyilişi, vurğusu, başlanğıc forması eyni, lakin müxtəlif məna bildirən sözlərə amonimlər deyilir. Bu qədər yoldaşlar, dinlədiyiniz üçün təşəkkür edirəm.